Cümə surəsinin fəziləti İmam Sadiq əleyhissalam buyurdu. Bizim davamçılarımızdan sayılan mömin şəxsin vacibatlarından biri də budur ki, Cümə surəsini ikinci rükətində isə Səbbih ismə Rabbikəl Ə'la surəsini oxusun. Cümə gününün zöhr namazının birinci rükətində Cümə surəsini, ikinci rükətində isə Münafiqun surəsini oxusun. Beləliklə, əgər belə edərsə, elə bil ki, Allahın Rəsulunun əməlini yerinə yetirmiş və Allah dərgahında onun savabı, dəyəri behişdir. Nəbi Əkrəm buyurdu, Cümə surəsini oxuyan şəxsə müsəlman şəhərlərində iştirak edən və yaxud iştirak etməyən kəslərin sayı qədər 10 həsənə yazılar. Hər kəs sübh və şam Cümə surəsini oxusa, lənətlənmiş şeytan rəcimin vəsvəsəsindən aman qalar.